Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə biz milli hökmdarlıqdan istirik danışaq. Qacarla bağlı bir sıra sizinlə mərifəti sözləri istirik paylaşaq. Bu Fars ədəbiyyatında bir şeir vardı ki, deyir ki, bir nəfər şeytanı yuxuda gördü. O dedi ki, baxdı gördü ki, bu şeytan çox gözəldir. فرا رفت و گفت ای عجب این تویی فرشته نباشد بدان نیکویی تو که این رویداری حسن قمر چرا در جهانی بدین زشتی ثمر ندانم کجا دیدم در کتاب که دید شخصی ابلیس را به خواب به بالا صنوبر به رخ همچو حور ز دیدارش از چهره میتافت نور. Bir nəfər belə yuxuda görür ki, bir dənə huri kimindir bu şeytan, belə çox gözəldir filan. Yaxınlaşır buna deyir ki, baba səni bizə belə çox pis nəqqaşlıq eləyiblər, göstəriblər. Axı sən belə huri kimi, mən belə bilmirdim bu cürdür. İlləti nə mənədir filan. Bu deyir ki, baba mən elə lap düzünə baxsan elə mən öcürəm. Muntaha mən üçün bu adəmi, yəni bu insanın dədəsini ki, Həzrəti Adəm olaraq bunları mən behişdən saldım eşiyə. Qələm düşdü bunların əlinə. Bunlar neynirlər? Məni elə hey pis nəqqaşlıq eləyirlər. Hey məni əybicərli şeylərə neynirlər? Oxşadırlar. Bərandaxtəm bixişan az behişt, az anım bekin miniqarən zişt. Xub, indi bu tarixi yazanlar da bizimkilər tarixi yazanlar ya liberallar olublar ki, ümumən bunlar masonlardılar. Masonlar da demək olar ki, ziddi türk, ziddi ərəb və ziddi İslamdılar. Anti-İslam, anti-ərəb, anti-türküdülər. Niyə mason deyilir bunlara? Bunlar buna görə deyirlər ki, masonlar bir dənə təsamuhu bunlar təbliğ eləyirlər ki, bu türkü təsamuhundan çox fərqlidir. Türkü təsamuh, yəni budur ki, sən digər dillərə və digər dinlərə icazə versən ki, bunlar yaşayış eləsinlər. Hakimiyyətdə bir Yəhudi, Məsihi hətta gəlir ki, neynir? Bunlar vəzir olurlar. Baxsaz görürsünüz ki, məsələn, Aydötü Pezeşkiyan, məsələn, gəlib bir dənə əhl-i sünnəti ələn bu 45 ilin içində gətirib ustandar verir. Ya bir dənə ərəbi Xuzistanda gətirir, neyniyir? Ustandar verir. Yəni, bu türkün məfkurəsindən qaynaqlanır. Yəni, biz o Səlcuqlulara baxsaq, Səfəvlərə baxsaq, Osmanlılara baxsaq, Xarəzmşahlərə baxsaq, görürük ki, digər millətlər bu hakimiyyətdə hamısının bunların yerləri vardı və bu yerləri neynirlər? Demək olar, çox görkəmli qabağa aparırlar və idarəçiliyində çalışırlar. Bu təsamuhdur, bu türkü təsamuhdur. Amma masoni təsamuh budur ki, bizim haqq və batil yoxumuzdur. Haqq və batil yoxumuzdur. Xeyr və şərri yoxumuzdur. Yəni, pəs haqq və batil yoxdur, yəni o haqq və batili aradan götürmək demək olar sizə bir dənə ruh bağışlayır, bir dənə düşüncə bağışlayır ki, çox belə bixasiyyətdə burada nə cihada baxa bilərsən, nə isyan eləyə bilərsən, nə savaşa gedə bilərsən, nə zalimin qabağında dayana bilərsən. Yəni, ümumiyyətdə bu düşüncə buna görə gəlir ki, əgər qərb dünyası gəlsə, sizi təbçövür eləsə, bütün varlığınızı əlinizdən alsa və sizin istismar eləsə, istemar eləsə, istehmar eləsə, sizin haqqınız yoxdur danışasınız, siz çox mütəali insansınız və masonsuzsuz. Bu təsamuhdur. Ona görə biz masonları demək olar nəqd eləyirik. Bu tarixi yazmaq da ya liberalların, yəni masonların əlində olubdur ki, İslamın əleyhinə, türkün əleyhinə, ərəbin əleyhinə yazıblar. Ya kommunistlərin əllərində olubdur ki, bunlar əslən dinə də etiqadda olmayıbdır. Bir dənə internasional demək olar bir hakimiyyətə inanıblar ki, deyirlər ki, nə milliyyət, nə hüviyyət bazlığıdır. Biz dünya səviyyəsində hakimiyyətə inanırıq ki, onu qurmalıyıq və bunlar da milliyyəti və hüviyyəti neynirlər, tapdalayırlar. Ona görə bizim tariximiz düşüb bu iki nəfərin, iki qrupun əlinə və biz bu tariximizi qurtaramırıq. Yəni, biz milli tariximizi yazmalıyıq ki, bunların əlindən və şuubiyyənin əlindən, demək olar, səlibi və ortodoksi və batı dünyasından qaynaqlanan fikirlərin əlindən öz tariximizi qurtarmalıyıq. O cümlədən Qacarın tarixidir. Siz görürsünüz ki, Qacarı bizə istibdadlı, xanımbaz, ondan sonra bu cür bizə tanıtdırıblar, məmləkəti satdılar, hər nə bada verdilər getdi. Amma yox, bu cür deyil. Qacarı biz gerçəkdən tanımalıyıq. Axı, hər şeyin sən elə iqtisadda da görə bilərsən. Siz baxırsınız, görürsünüz, Qacar dönəmində
demək olar ki, bizim 2 tümənimiz, bir tümənimiz, tümən yarımımız demək olar ki, $1 bərabərlik eləyir. Bu iqtisadın yüksək səviyyəsidir. Bunlar bütün dünya ilə ticari alverlərə keçmişdilər. Bunlarda o qədər təsamüh və təsahül vardı ki, eləyə bilirdilər neçə dənə jurnallara ruxsat versinlər, bunlar çıxsınlar işə. Yəni, modern dünya ilə barışırdılar. Şahları geyirdi, Avropanı görürdü, Avropada nə vardı, o dəyişikliklər, o texnolojiləri mənimsəyirdilər, gətirirdilər özlərində qabağında, dayanmırdılar. Yəni, o dehqani toplumu modern dünyaya keçirtməkdə Qacarın böyük bir dənə rolu olubdur. Qacar Rusla İngilis arasında bir dənə böyük taadül və balans yaratmışdı qərb dünyası ilə. Eləyə bilirdi ki, bu coğrafiyanı saxlasın. Coğrafiyayı zəndiyə əgər bu iki əxd olsaydı, Qacar onu gəriyə kəldir, bu iki əxdi eləyir. Sonralıqda bir para qərardatlarla ki, Rusu məcbur olur, bu Qəzvindən ötürsün eşiyə, masa başında uçsun Rusları, o coğrafiya bir adcana çıqqılalanır və xırdalır və bizə neyniyir? Təhvil verilir. Ağa Məhəmməd xanı bizə bir dənə qəddar bir insan tərifləyiblər ki, tarix bu əslən. Bu cürdə bu insan həm Çəngizxana iradəti çoxudur, həm Teymura iradəti çoxudur. Onların şəmaillərini vurmuşdu dərbarına. Çox kitab oxuyan bir insanıdır, müdrik bir insanıdır. Gahdan müştəhidlərin sözünə baxardı, gahdan baxmırdı bu insan. Eyni halda alimlərə tövsiyə edirdi, gedin minbərlərdə danışın. Qoymayın millət tiryə çəksinlər, qoymayın millət əraq içsinlər. Çox bunlar məzhəbi bir adam idilər. Namazlarından, oruçlarından keçməzdilər. İbn Bətutənin bu adam kitabını oxuyardı. Nəql olubdur ki, bütün tarixlərdə bu insan onun kitablarını daşıyardı. Öz kitabxanasını daşıyardı savaşlarda. Kirmanda göz çıxartmaq bütün cəliyyətdandır. Həmandır ki, o Bəramədəni Qacarı yazan Ayzərgənəcad da deyir. Tiflisin o neçə min nəfər orada qırmaq gənə bir dənə şubiyənin cəhliyyatındandır. Çünki biz orada qəbristan görmürük, bunların corranı tapanmırıq. Heç ermənilər özləri də buna baxmır. Heç ermənilər özlərini erməni demirlər. Bunlar özlərini hay deyirlər, yaxçı. Siz gəlsiniz, biraz qabaqlıq baxsınız, görürsünüz Fətəli Şahın özü çox bir dənə müqtədir bir insan, şəriətmədar bir insan və elə olur ki, gedir ərəblərlə çünki şiələrə dolaşırdılar, onunla qoymurdular geçsinlər, Məkkiyə gedir, onlarla ta Cəddiyə kimi orada savaşır, onları neynir, sərkub eləyir. Muhammed Əli Şah Qacar Təbrizi ki, buradan Qacariyə dərvağa keçir, Təbrizin ölçüsündən Təbriz məktəbində böyüyür, bir dənə insan olubdur ki, bu həkimləri çıxaldır iş üstünə, həkimlər gəlir, bu azadiyə dinə, azadiyə dilə imza verir bu insan və bu insan ağası kimin adamı gətirir ki, 1500 dənədən çox kətləri abad eləyir, qənətdarını ehya eləyir və bir inkişaflı bir ekonomini o dövrədə yola salır bu insan. Demək, hətta Fəransəvilər gəlirlər ki, bunun bu qənətdarı nə cür diritməsini, abad eləməsini bundan öyrənsinlər, aparırlar Afrikanın o baş tərəfində, Mərakeşdə zadda istəyirlər ki, bunlar onun metodunu orada götürsünlər. Sonralıqda siz gəlsiniz, baxsınız, görürsünüz Nasirəddin Şah bir dənə bizim milli roşən fikrimizdir. Bu adam Darülfünunun ustadıdır. Gedir Darülfünunda dərs deyir, vərəqə təhsil eləyir. Bu adam məsnəvini xülasə eləyibdir. Bu adam xəttatdır, nəqqaşdır, hünərməndir, səfərnamə yazandır, jurnallara icazə verəndir, Tekiyə dövləti yaraldandır ki, Tekiyə dövlətdə həm opera olurdu, həm İmam Hüseynin təziyəsi olurdu. Bu adam mərasimi Ömər Koşan kimi bilərini bunlar təhqir eləyirdilər və İslamda təfrəqə yaraldırdılar, Sünni Şiə arasında davı yaraldırdılar, bunu aradan götürür. Bu insan demək olar ki, bir dənə böyük, bir dənə əzəmətli, bir dənə ruha malik idi ki, o zaman siyasəti ilə eləyə bilir ki, heç savaşa girməsin, Osmanlı ilə üzbəüz olmur, onu bir dənə qardaş kimi bilir. Və demək olar ki, qabağa gəldikcə siz baxırsınız Müzəffərəddin Şah, deməli, Darüşşuranın fərmanını imzalayır, nə məşrutənin. Muhammed Əli Şah Qacar Təbrizi fərmanı məşrutəni imzalayır, qəhrəmanı məşrutə də Muhammed Əli Şahdır. Bunun da barəsində bir para şubiyə cəliyyat yazır, məclisi topa bağladı, filan elədi.
Bunların heç birinin səhhəti, tarixisi yoxdur, uydurmadılar ki, tarixdə gəlibdir. Əncüməni qeybi yığışır Sepəhsallar mədrəsəsinə, orada əsləhəni təhvil vermirlər, şərarət eləyirlər filan. Qəzzaq girir ora ki, bunlardan əsləhə alsın, savaş təkilir, məhəllisin üçün ora bir dənə top düşülür. Əgər qərarıdır məclis tətil olunsun, gedərdi onun qabağına bir dənə bu adam bir dənə qıfıl vurardı, oranı bir dəfə tətil eləyəydi. Bu adama zina töhməti vururlar, bu adama hərəmzadə töhməti vururlar, məclisə müraciə eləyir. Məclis heç iş görmür bu şahın qabağında. Sonuçda siz baxsınız, görürsünüz, Əhməd Şah kimi bir dənə demokrat insanı bu Qacar təhvil verir ki, bu şəxs o qədər demokratıdır və qanunmənd insanıdır ki, bir dənə şairlə gedir dadgaha, onu məhkum eləyir, amma onu güzəşt eləyir, geçir. Bunlar masonlar ona da rəhm eləmədilər. Qacarı və türk müsəlmanların milli hakimiyyətini yıxıb bir dənə Palaniya təhvil verdilər və demək olar Türkün mədəniyyətini və dilini neynədilər, tapdaladılar. Ona görə bizim 2 dənə məşrutəmiz var. Bir məşrutəyi dövləti Qacardır ki, demək olar bu məşrutədə bunlar öz qüdrətlərini bölüblər Təbrizlə Tehran arasında. Qazetlərə, məcəllələrə, jurnallara hamısına icazə verirlər. Dövləti, sədr-əzəmliyi bölürlər, heyəti dövlət arasında vizarətxana düzəldirlər, məclisə dəstur verirlər, Darüşşura düzəlir. Və qüdrəti nə cür bölərlər? Separate power yəni nə mənə? Yaxşı, bu məşrutəyi dövləti və gerçək məşrutət. Bir dənə də məşrutəyi qullabi və masonu vardı ki, masonlar, kommunistlər, ondan sonra demək olar sosial demokratlar, bunlar bir tedadı yığışırlar əncüməni qeybiyə və bunların ümumən hədəfləri Türk hakimiyyətini orada yıxmaqıdır ki, bu uğura da neynirlər? Bunlar çatırlar. Mən umaram ki, gələcəkdə Qacarla bağlı çoxlu danışaq. Siz eləyə bilərsiniz Telegramda bizim bu xüsusda məqalələrimizi oradan izləyəsiniz. Sağ olun, gələn görüşə qədər.